Cari birinci rübə ərzində Bakı, Tbilisi, Ceyhan üzrə əməliyyat xərclərinə təxminən 32 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,3% azalma və 85,7% artım deməkdir. BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər veririk ki, 1768 kilometr uzunluqda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin birinci rübünün sonuna dək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% və ya 30 milyon ton çoxdur. Bu ilin birinci rübə ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınıb. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan Azəri Çıraq günəşli nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.